Hər gün canlı yayımlarımda gecə vaxtı qatığa chia toxumu, kətan toxumu qatıb yeyib arıqlamaq istəyən insanları görürəm. Bu videoda istədim bu mövzuya aydınlıq gətirim. Kətan toxumu və chia toxumu insanı arıqlada bilərmi? Gəlin indi bir xörək qaşığı kətan toxumu, bir xörək qaşığı chia toxumu və 3 xörək qaşığı qatıq götürək və onları qarışdırıb bir yerdə yeyək. Təxminən nə qədər kalori qəbul etmiş oluruq? Sizcə yatmamışdan qabaq bu qədər kalorini qəbul edib yatan insanın arıqlamaq ehtimalı nə qədərdir? Əlbəttə, əgər bu insan səhərdən axşama qədər ac qalırsa və gecə yatmamışdan qabaq bu qarışımı yeyib yatırsa, bu insanın arıqlamaq ehtimalı çoxdur. Lakin bu arıqlama prosesi bu qarışıma mı görə oldu, yoxsa bütün günü ac qalmağına görəmi? Onu da qeyd edim ki, kətan toxumu və chia toxumu çox gözəl məhsullardır. Tərkibində bol miqdarda zülal və yağlar vardır. Karbohidrat da bəs qədərdir. Bunların gün ərzində rasionunuza əlavə edilməsi sağlamlığınız üçün çox müsbət təsir bağışlayacaq. Əgər kətan toxumunu və chia toxumunu doğrudan da onun daxilindəki mikroelementlər və makroelementlərdən istifadə edirsinizsə, çox gözəl. Siz sağlam olacaqsınız. Ancaq onların sizi arıqladacağına inanırsınızsa, bu düzgün yanaşma deyil.